Harda var. Salam Mərək. Salam. Harda var. Birinci salam ver də bir Harda var. müsəlmansan insan. Yoxdur, müsəlman deyiləm. Nə? Xristiansan? Nəyvə lazımdır? Dini müzakirə eləməyə qoşulmusan bura. Yox. Şöyle sən nəyvə lazımdır hansı dində? Yəni özüm bilərəm hansı dində olduğunu. Deyirəm harda var. Suala cavab ver, yoruma gedirəm. Azərbaycanda. Harda var? Azərbaycanda harda var? Kimdə var? Paytaxtın özündə. Hardadır? Hansı salon satır? Az salon satır. 10 saat dəxli yoxdur, az salon satır. Yalan deyil, qeyrətsizdir. Necə? Azərbaycanda varsa yalan deyən qeyrətsizdir. Yoxdur Azərbaycanda. Azərbaycanda elə maşınlar var ki, Elə dünyada maşınlar var ya yoxdur, mən o maraqdır. Bu maşınlar Azərbaycanda yox. 100%. Mən 100% sənə yox. sübut edərəm, göstərərəm sonra. Subut elə. Subut eləməsən nə göstərərəm. çıxırsan? Subut eləməsən sənin sayfanı paylaşıram, sənin sayfan haqqında video çəkirəm. Nə olur? Yaxşı. Sual verirəm sənə, cavab ver də, yaxşı olur. Sən gör nə deyirəm? Məni qoy qırağa. Canlını, yox qulaq, canlını çox izləyirəm sənin. Canlını çox İzləmə. izləyirəm. İnsanlarla İzləmə. yuxarıdan aşağı danışma. Sadəcə olaraq maşından gör nə deyirəm sən? Ha, O maşından var. yoxdur. Mən sənə deyirəm. Mən də deyirəm yoxdur. Dəqiq yoxdur. Deyirəm yoxdur da. Sən hələ Adı nədir? dəqiqliyin bilmirsən var ya yoxdur. Yox, adı nədir o maşının? Maşının modelini bilmirsən, hardan bilirsən var. Azərbaycanda elə bir maşın yoxdur ki, olmuyor qaqa. Sən Azərbaycanı Azərbaycanda elə maşın, elə maşın istəmə. yoxdur ki, olmuyor. Yaxşı. Bəli. Mənim səhifəmdə 4-cü videoya bax, orada maşınlar var, qabaqlarını belə qaldırırlar, düşürdürlər. Var Azərbaycanda o maşınlar. Yox, ondan yoxdur. Hə, bən necə oldu? Belə maşın yox idi, hər şey var idi. Yəni sən durub adına qulaq as. fantastikdən danışırsan. Fantastikin nə əlaqəsi var? Hə, fantastikdən danışsan. O heç Fantastikın nə əlaqəsi var? Azərbaycana ehtiyac da yoxdur. O qabaq qalxıb yəni. 69'un şeyi var, kamerası var Azərbaycanda. 69'un Challenger var Azərbaycanda. Yox, indi sən nə demək istəyirsən qardaş? Qardaşlar adım Əlidir. Məsələ Əla, başına bəli, gəlir. olur. Görürsən ki, mən çıxıram. Qardaşım olar. Gəlib söz soxursan ki, özünü ağıllı göstərərək. Var, sən narahat olma. Mən də deyirəm, harda var? Azərbaycanda var. Harda var da? Sənə 3 dənə maşın adı çəkdim, dedin heç biri yoxdur. Maşının modelini bilmirsən, desən var. Hardan bilirsən? Əli, gör nə deyirəm. Mən baxıram sənin canlı var. Qulaq as. Sayda da Mən deyirəm mən onu yoxdur. demək deyəm. istəyirəm, yox. Mən deyirəm yoxdur Azərbaycanda. Bursada bax. Deyirəm Azərbaycanda yoxdur. Azərbaycanda deyirəm yoxdur. Yoxdur, sən Azərbaycanda deyirəm Sən yoxdur. yaxşı oğlansan. Azərbaycanda deyirəm yoxdur. Sən desən var. Lap belə varsa, mən niyə narahat olum? Desən yox, var, narahat olma. Yəni olsa mən narahat olacağam. Sən narahat olursan da. Nəyə narahat oluram? Narahat olsan ki, mən sürdüyümdən, mən qazandığımdan Azərbaycan qazana bilmir, Azərbaycan cəmiyyəti qazana bilmir. Siz ala Cəmiyyətin bilməzsiniz. qazanmağı ayrı məsələdir. Mən qazanmağı Orada bilmirəm. yazılara sən elə baxırsan ki, qulaq as, yazılara sən elə cavab verirsən ki, ayda 50 manat sən qırağa atsan, gör neçə eləyir, nə bilim Düzdür nə ha? eləyir. Düzdür. Azərbaycanda olan pul qazanan oğlan üçün Azərbaycanda da qazanar, lüboy bir ölkədə də qazanar. Afrikada Başa gedib düşdün? qazana bilərsən. Somalidə gedib qazana bilərsən, oğlansan da. Qazanaram. Niyə qazanmıram ki? Amma buradakı Allahın pulu rızası. qazana bilmərəm mən. Nəyə Buradakı pulu qazana qazanamazsan? bilmərəm. Hardakı pulu? Akıllı adam, akıllı adam. Hədə 400 manat qazanır. 400 Qazana da manat bilər. qazanır da cəmaət orada. O pulu qazanırlar. 400 Nə manat. qədər qazanır? 400 manat, 500 manat qazanırlar. Niyə iş qur qardaş, çox qazan. Hamı Niyə elə hər kəs iş qazanmış. kurmalıdır? Yox. Hər kəs iş kurmalıdır. Əlbəttə ki iş kursun. İşləsin. Niyə bax fəhlə kim olacaq? Burada ustalar var Fəhlə ki, kim ustalar olacaq? ayda 5000 pul qazanır. Restorana getsən qabı yuyan kim olacaq? Fəhlə kim olacaq? Yemək bişirən kim olacaq? Yemək bişirən pover var ki, Evet. ayına 5000 pul qazanır. Bax, Azərbaycanda futbolçu var 10 min qazanır, Cristiano Ronaldo milyon qazanır. Bunu misal çəkmə. Çox absurd misaldır bu. Eləsi var ki, Mübariz İbrahimov getdi, qırıq elədi, 40-50 nəfər öldürdü, sən 60 yaşayırsan orada. Onunla səni misal çəkirəm. Özümüzdən danışaq da. Deyirəm Əli, ki, mən nə normal deyirəm, mən insan siyasəti nə qədər bilmirəm. qazanır? Əli, gör nə Normal deyirəm, mən insan nə siyasəti qədər bilmirəm. qazanır? Kim nə qədər qazanır, qulaq as. Normal Kim insan nə qədər qazanır? Nə qədər öz Normal işidir. insan nə Sadəcə qədər olaraq- qazanır? Yox, Normal sadəcə insan nə olaraq qədər qazanır qazanır? demək istəyirəm ki, Normal insan nə orada- qədər qazanır?
Nətər? Normal insan nə qədər qazanır? Hərə fərqli qazanır. Nə qədərdir stabil olaraq minimum əmək haqqı? 400 manat, düzdür? Aha. Bu nə deməkdir? Bir adam gedib normal bir işə düzəlsə, onun əmək haqqısı 400 manat olacaq. Nə qədər pul ata biləcək qırağa? $400 manatdan bir adam, bir gənc nə qədər pul qoya biləcək qırağa? $400 manatlar heç nə. Bəs 200 minlik maşını necə alacaq deysən, nə var burada almaq belə elə? Hə? Yox, sən gənc danışırsan ki, niyə Ev kirayələri neçədir bax istə O bilirsən? 2 ay işləyə bilər, 3 ay işləyə bilər 400 manata. Sonra Ev- usta olub, bu dəqiqə maşın ustası var ki, 5000, 10000 pul qazanır. Maşın ustası var qazanır, hamısı həmin maşın ustası kimi qazanmalıdır, düzdür? Necə? Axlı olan adam qardaş qazanır da. Axlı deyil, ağıllıdır. Sən ağıllı sözünü deyə bilmirsən. Sən insanlara məsləhət verməyə çalışırsan. Mən heç kimə məsləhət Axlı deyil, vermirəm. ağıldır, ağıl. Mən heç kimə məsləhət vermirəm, o kişiyə danışmıram. Mən danışırsan? Misal çək. Sən mən bizə nə sənə edirsən? deyirəm ki, Mənə bax, necə? mənə bax, nazirlər var ki, oğlanlar var, yarım milyonluq, 1 milyonluq maşın sürür. Sən niyə sürmürsən? Əli, mən siyasətə qatma, mən siyasəti deyə bilmərəm. Mən sadəcə olaraq sənin danışığını... Bilirəm, sən niyə baxıram sürə ki, bilmirsən? Sən nə tərəf Sən niyə sürə insanları... Sən Yox, niyə sürə bilmirsən? Öz axlımın ucundan. Axlım yoxdur ona görə. Axıl deyil o. Axılın Allah əlaqəsi mənə yox. odur, mən belə danışıram. Onun kimə Burada- sədaqəti yoxdur. Burada danışa Aha. bilməyən adamlar var ki, işləyirlər, 150 minlik maşın sürürlər. Deməli, ağıla heç bir aidiyyatı yoxdur, düzdür? Mənim əlimə çox pullar gəlib dağıtmışam. Sənin əlimə gələn pul mənim dövlətin aidiyyatı yoxdur. Nə də o kimsə də gəlib mənə Qulaq as demir. mənə. Mənim əlimə çox pul gəlib söhbətin özü bir reklam eləmə burada. Qulaq as mənə. Deyirəm Aha. ki, adam var danışa bilmir burada, 150 minlik maşın sürür. O sürür da. Ağlın əlaqəsi var. Şansı gətirib sürür da. Şansın heç bir əlaqəsi yoxdur. Nə, niyə Günü bugün xaricdə... mən bu maşını cırıq-cırıq eləyim, təzdən gedim bir dənə maşın alım. Ağlın adam əlaqəsi var. xarici gedir qazana bilmir, gəlir. O mənim Hamı marağım deyil. xaricdə qazanmır ki. O mənə maraqlı Adam var deyil. ki, Mən gedir sənə- xaricdə qazana bilmir, Bura gəlir. bax. Sən bilsən necəsən? Sən ancaq təklərlə misal çəksən. Gəl toplumla misal Aha. çək. Sən məhəllədə bir nəfər varlı olanda o bir nəfəri misal çək. Toplum mənliklə baxır. Toplum necə sənlidir? 200 nəfərin 190-ı acdısa, sən 10 nəfər varlıdır deyə bilməzsən. Və yaxud da Əli, 100 nəfər mən istəyir, bir siyasəti, nəfər- qulaq as, dinləmək siyasətə mən bacarığın olsun da, qarışmıram. yorulsan. Siyasətə mən qarışmıram. Sən Hələ mənim nə siyasətə siyasət? qatırsan. Hələ Siyasət siyasət mənlikdir. nədir? Nə əlaqəsi var siyasətin? Mən burada siyasətdən nə danışdım? Mən deyirəm 200 nəfərdən 190 Mən acdısa, ölkədə, Lüboy bir ölkədə olsam da, diqqət əmə qulaq as, Lüboy bir ölkədə olsam da, fərqi yoxdur. Bir dəfə Milyon da dedin o sözü. qazansam, nə Bir qazansam, dəfə nə dedin, qazanmasam, yox, bir dəfə dedin, Lüboy bir ölkədə olsam Amma da mən sözü bir dəfə dedin. öz millətimin Hə. dinin qadasını alım. nəyi alırsan? Mən öz millətimin, Azərbaycan millətinin Aha. pisinin qadasını alım. Hə, gəlsə sən anavın Hamısı üzünə söysən. mənim canım ciyərim. Qadasını alırsan. Gəlsə misal sən anavı söysə üzvə. Qadasını alacaqsan yenə. Kim? Pisi. Heç kim, mən o şəraiti yaratmaram ki, kimsə də mənə Şərait söysün. yaradılmağa ehtiyac var. Azərbaycanda yaratmaram. futbolçu var. Azərbaycanda futbolçu var, topu qapıya vura bilmir. Bu da variant yazıb. Variantı gəlmir deyə, uduzur deyə həmin futbolçunun anasını söyür. Elə bir futbolçusan. Həmin Qardaş- adamın qadasını alarsan. Necə? Başa düşmədim səni. Kredit şöbəsində işləyirsən. Kredit şöbəsində işləyirsən. Bir nəfər adam gəlir səndən Aha. kredit götürməyə. Kredit sənədləşdirsən, aparsan kredit verirsən, gedir. 20 neçə faizlə getdi. Bu da bir müddətdən Aha. sonra kredit ödəyə bilmir, düşür sıxıntıya. Ürək partlayır, ailəsində dava olur. Sonra deyir ki, mənə bu krediti verənin anasını arvadım belə eləyim. O krediti Və heç verən kim adam deməz. sən ol. Qulaq as. O krediti Heç kim verən deməz adam bu sən söz. olursan. Demir, Mən eşitməmişim onu. sən qulaq ası mənə. Mən sənə misal çəkim. Aha. Kredit Aha. verən sənsən. O adam belə bir söz deyir. Həmin adamın qadasını alırsan.
Mən işçiyəm, bank verir onu. Başa düşdün nə demək istəyirəm? Onu bank verir. Mənə Əli. bu sənədə Qulaq as, qol görün, deyirəm. çəkdirəni deyir. Bura bax, deyir mənə bu sənədə qol çəkdirəni. Əli, yenə də sənə deyirəm ki, Niyə burusanı, niyə cavab vermirsən? mən vurmuram. Qulaq as, Vurub, görün nə cavab, deyirəm. bir dəm qadasını ələrsən, yalmazsan. Bir dənə Mən sualına cavab. Azərbaycan bugünkü günü Azərbaycan torpağında yaşayıram, Azərbaycanın suyunu içirəm, bu millətin içində Azərbaycanı, hə, yaşayıram. aha. Hə. Pisi də mənimdir, yaxşısı da mənimdir. Başa düşdün nə demək istəyirəm? Aha. Pisi də mənimdir, yaxşısı da mənimdir. Amma heç bir vaxt mən ömür boyu heç kimi nə alçatmaram, nə arxasından artıq əksi söz demərəm. Mənə bax, hər şey bir yana. Bu maşından var Azərbaycanda, bax gedir hal-hazırda. Hə? Yox, sən O özü maşında- gördün, başqa yerə getdin. Mən baş Azərbaycanda məsələsini elə etdim. maşın var ki, orada yoxdur. dinə Azərbaycanda lazım. elə maşın var ki, orada yoxdur. Dinən adın. Pabeda var orada, 21, o köhnə modellərdən. Var, Yığılmış var. var. Amerikada var elə. Var. Var da, все. Başqa nə Nə oldu? demək istəyirsən sən? Mən demək istəyirəm. Nə oldu? Demək istəyirsən, Hə. mən niyə demək istəyirəm? Mən heç nə sənə demirəm, sadəcə olaraq mən deməyim odur ki, Əli, sən canlı atırsan, Allah canını sağ eləsin. Prosta insanlarla məzələnmə. Bu mənə xoş Kimlə gəlmir. məzələnirəm? Məzələnirsən, biri deyir, düzdür, bu deyirsən, hə, nə bilim, arxasını kəsmişəm, belə eləmişəm. Nə bilim, baxıram da TikToka. Sən adı nədir? Bir dənə canlıda bir nəfəri az ki moped almalıydı. O insanı sən durub deyirsən ki, sən cəmiyyətə yararsız bir insansan, nə bilim nəsən. Biz Niyə nə bilim insanları nəsən deyirsən? alçatmaq olmaz. Yox. Nə bilim Əli, nəsən insanları sözündən çox alçatmaq istifadə edir. olmaz. Başa düşürsən? Bax İnsanları danışsan mən alçatmaq dinləyirəm. olmaz. Mən danışanda da sən dinlə. Olar, yəni mümkündür. Mən qurtarmamışam axı sözümü. İnsanları alçatmaq Yaxşı, mən olmaz. qutaranda sən hiss eləyəcəksən. Hə, danış. İnsan da Əli, gəl monitor arxası artıq əksik danışmayaq. Danış, dünya Artıq çempionusan. əksik danışmayaq. Dünya Hə? çempionusan. Yox, deyirəm artıq Sən nə əksik danışsan? danışmayaq. Hamımızın da bir dənə söz var. Mən gözəl Maykada. hörmətlə, mərfətlə səndən danışıram. Sən Hə, önce durursan, danış, başqa dinlə. şeylə danışırsan. Gülbalan tərəfini tutsan, dinən. Danış, sonra. Hə, aha. Gülbalanın tərəfini tutmuram. Yenə də deyirəm ki, bizim millətimiz təhqir eləməyə ehtiyac yoxdur. Başa düşürsən? O kimdir, nəçidir, nədir, nə deyil, fərqi yoxdur. Heç mənim qohumum da deyil. Amma sadəcə olaraq cəmiyyət içində sən durub sosial şəbəkədə sən durursan, onunla danışırsan, sonra da paylaşırsan. Deyirsən ki, sən cəmiyyətə Mən paylaşıram. yararsız bir insansan. Mən Kimsə də paylaşıram. paylaşırsan, fakt onu təhqir edirsən də, tənqid edirsən ya təhqir edirsən. Başa Əzəbəllə. düşürsən? O da Əzəbəllə. adamdır, indi pulu yoxdur, kasıb oğlandır, Niyə pulu yoxdur? durub nəsə də eləyir. Ona biz köməklik Niyə eləyib, pul- yardım eləməyimiz olmaz ki. Yox, olmaz. Niyə? Olmaz. Niyə? Niyəsini elə bilmirəm. Çünki cəmiyyətə heç bir yararı yoxdur adamın. Cəmiyyətə yararı yoxdur. Yox. Nə bilim. Nə Əli, oldu? sağ ol, heç nə. Sən başqa fikirdəsən. Mən başqa fikirdəyəm. Allah canımı sağ eləsin. Allah yoxdur. Allah səni var eləsin. Allah yox. Konuşmağa görə də çox sağ ol. Allah yoxdur. Allah yoxdur. Yox, yox. Sənin üçün olmaya bilər, amma mənim üçün var Allah. Hər şey oldu. Sənin bildiklərin özün üçündür. Özündə saxla da, gəlib mənə demə burada. Özümdə saxlayıram, sadəcə olaraq özümü toparlaya bilmirəm. Nəyə görə? Mən də dedim ki, görüm bir sənlə qoşulmaq istədim. Dedim görüm bir sənlə danışım ki, Əli. Bax, Aha. fikrimi demək istədim sənə. Başa Mənasız düşdün nə dedim? fikirlərin mənə Gördüm ki, maraqlıdır. başa düşdüm. Maraqlı deyil, Allah canını sağ eləsin. Sənin də Allah fikrin yoxdur. mənim üçün maraqlı deyil. Niyə onda baxsın? Dostum, ay yoxdur. Niyə məni izləyirsən? Niyə məni izləyirsən? Hə? Hə? Niyə məni izləyirsən? Səni izləmirəm mən. Mən İzləmirsən? səni izləmirəm. Mən sadəcə olaraq sənin Qoşulandan videoların bir mənim sözün qabağıma oldu ki, mən sənin canlıları Əli, izləyirəm. Hə, danış. yox qulaq as gör nə deyirəm sənə. Sənin videoların mənim qabağıma çıxır və baxıram mən. Baxma da, niyə izləyirsən? Hə? Hə? Mənim fikirlərim maraqlı olsa Mən videolarıma ona niyə görə baxırsan? istəyirəm ki, mən səni bir müsəlman bir insan Mən kimi, müsəlman bir deyiləm. Azərbaycan Mən müsəlman deyiləm. Hə, müsəlman deyilsən bağışla.
Mən elə bildim sən müsəlmansan. Ha, müsəlmanlarla Azərbaycanlı da danışsan sən. millətindənsən. Mən ona görə izlədim səni. Mən Sən müsəlmanam, bəli. Müsəlmansan. Bir də həm Bəli. düşürən dinən alamansın. Daha ehtiyac yoxdur deməyə. Bir də həm Mən özüm düşürən üçün dinən alamansın. müsəlmanam. Yox, mən özüm üçün müsəlmanam. Həm düşürəni dinən mən də müsəlman olacağam. Yox, sosial şəbəkədə qardaş bu boyda millət var, orada Həm düşürəni dinən kəlmə-i şəhadətlə bir yerdə. Mən də təkrar edib müsəlman olmaq istəyirəm. Bir dənə dinən də. qardaş, onu deməyə ehtiyac yoxdur. İstəmirsən ki Bəli. bir adamı müsəlman edəsən, Allah yəni deyib ki, çalışın insanlar dinə gətirin. Həm də sürənlə kəlmə şəhadəti dinən, mən müsəlman olmaq istəyirəm bu qədər cəmaatın qabağında. Sən müsəlman olmaq istəyirsən, Bəli, zəhmət olmasa kəlmə şəhadətlə həm də sürən dinən burada. özün olarsan. Sağ ol. Nə Gecən oldu? xeyir. Ay müsəlman, dinən qaçma. Qaç.